Deməli, hər dəfə kilsə olaraq bazar günləri bir yerə yığışanda, mən sizinlə vacib olan fikirlərlə bölüşürəm və vacib və əhəmiyyətli olan məsələlərlə sizlə bölüşürəm ki, sizin diqqətiniz o vacib və əhəmiyyətli məsələlərdə qalsın. Çünki çox asanlıq ilə vacib olan məsələlərdən diqqətimizi yayındıraraq, o qədər də vacib olmayan və yaxud da ki, faydasız və heç bir əhəmiyyəti olmayan işlərə gücümüzü və vaxtımızı sərf etmiş ola bilərik. Məhz bundan özümüzü qorumaqdan ötəri mən hər dəfə sizə bu xatırlamaları edirəm ki, ən vacib olan məsələmizi gözümüzün qarşısında saxlayaq və onun gözümüzün qarşısından almayaq. Ən vacib məsələ isə bundan ibarətdir. Allah bizə öz varlığını açdı. Ən vacib olan məsələ budur bizim həyatımızda. Allah öz varlığını bizə aşkar etdi. Əgər Allah bizə öz varlığını aşkar etməsəydi, biz ondan bixəbər qalmış olardıq. Bu, Allahın bizim həyatımıza göstərdiyi lütfdür. Və məhz Allahın özünü bizə aşkar etməsində özəllik bundadır ki, Allah bizə biz düşündüyümüzdən də daha yaxındır. Bəlkə bir anlıq belə bir saniyəli götürək və fikirləşək. Allah bizə biz düşündüyümüzdən də yaxındır. O qədər yaxındır ki, biz onu səsləyəndə, ya Rəbb deyəndə o cavab verməyə gəlir. Nə qədər yaxındır. Biz fikirləşirik ki, Allah bizdən uzaqdır və bizim aramızda, xalqımızın arasında belə formalaşmış, yer almış düşüncə var ki, Allah göyün 7-ci qatında, müqəddəsliyində, insan günahlı təbiətdə yaşayır, Allah isə öz izzətindədir. Sanki Allah insanlardan qopararaq ayrı bir dünyasını yaşayır. Müqəddəs kitab isə bizə tam başqa bir reallığı göstərir. Allah bizə yaxındır. Məhz bunda bizə əminliyi verməkdən ötəri İsa Məsih bizə öz sözünü verir. İsa Məsih bizi öyrədir və Yahyanın müjdəsində 14-cü fəsil 13-cü ayədə baxın İsa necə sözlər deyir ki, onun adına iman edən bizlərdə əminlik yaratsın. Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, ata oğulda izzətlənsin. Maraqlı sözlərdir, yox? Çox sadə səslənən, amma çox güclü həyatımıza nüfuz edən sözlərdir. İsa deyir, mənim adımla nə diləsəniz, nə istəsəniz, onu edəcəm. Bu baş verəcək ki, ata izzətlənsin. Və buna bənzər ayələr müqəddəs kitabda onlarladır və bütün bu ayələrin məqsədi bundadır ki, Məsih İsa'ya iman edən bizlərdə əminlik yaratsın. Ona görə müqəddəs kitabda dəfələrlə bizə deyilir, susma, dilə. Üzləşdiyin hansısa bir ehtiyac, üzləşdiyin hansısa bir problem, onun qarşısında özünü aciz və zəif bilmə. Çünki aciz deyilsən. Çünki aciz deyilsən. Dilə, İsa deyir. Dilə və cavabını da verir. Çünki sizə veriləcək. Mattanın müjdəsi 7-ci fəsil 7-ci və 8-ci ayələrdə İsa bu əminliyi bizə ötürür ki, biz onun qarşısında susan, yaxud da ki, ümidlərini üzləşdiyi çətinliklər qarşısında itirən insanlara bənzəməyək. Tamamilə fərqli olaq. O deyir, axtar. İsa deyir, axtar. Allahın sənin üçün xoş iradəsini axtar. Və növbəti cümləsinə deyir, çünki tapacaqsan. Deyir, qapını döy. Əgər sənin qarşısında hansısa bir məsələ mümkün deyil, alınmayacaq, bir bağlı qapılar kimidirsə, döy qapıları. Allahı səslə, Allahdan kömək istə, o sənin yarına gələcək. İsa deyir, çünki hər diləyən alar, axtaran tapar, qapını döyənə o qapı açılar. Ona görə bizim üçün bu sözlər yaxşı ruhlandırıcı və motivasiya verən sözlərdir. Biz dua edənlərik. Biz dualarda Allahın qarşısına gəlib Allahdan dəstək istəyənlərik. Nəinki üzləşdiyimiz çətinliklərdə Allaha müraciət edən insanlarıq. Biz Allaha sığınmış, Allahın tərəfində durmuş insanlar olmağı öyrənirik.
Biz öyrənirik. Çünki buna öyrənməyə ehtiyac var. Məhz bunu da öyrədən bizə müqəddəs kitabdır. Müqəddəs kitab bizə Allahın varlığını aşkar edir. Müqəddəs kitab Allahın xarakterini bizə göstərir. Müqəddəs kitab bizə Allahın sevgisi barəsində öyrədir, başa salır ki, biz Allahın məhəbbətinə görə ondan lütf aldıq. Allahın lütfü barəsində, ədaləti barəsində və biz insanlara olan münasibəti barəsində müqəddəs kitab bizə öyrədir ki, biz bixəbər olmayaq. Biz Allahın xəssiyyətindən, bizə olan münasibətindən xəbərdar olaq. Öyrədir ki, Allah bizi özü ilə canlı və diri ünsiyyətə dəvət edir. Sadəcə bir formal bir ibadətlər deyil, sadəcə dini mərasimləri yerinə yetirmək deyil, sadəcə bazar günləri bir yerə toplaşdıq, bir yerdə vaxt keçirdik və getdik. Allah bizə canlı və diri ünsiyyətə dəvət edibdir və bu ünsiyyətin əsasında bizim Allaha etdiyimiz dualarda müraciətimiz bu bir monoloq deyil ki, bir tərəfə havaya danışaq. Yox, bizim imanımız bizdə əminlik yaradır. Mən dua edəndə Allah məni eşidir. Haradandır bizdə bu əminlik? Haradandır bizdə bu cəsarət və cürət ki, biz bu sözlərdən istifadə edək. Mən dua edəndə Allah məni eşidir. Müqəddəs kitabımızda. İsa Məsih bu əminliyi bizə verir. Mənim adımla dilə, mənim adımla istə, sənin üçün mümkün olmayanı mən mümkün edəcəm. İnanılmaz Allahın bizə olan münasibəti, inanılmaz Allahın bizə göstərdiyi dəstək. Və bu dəstək barəsində danışanda çox sevdiyim və rəğbət bəslədiyim ilahiyyatçı var, Aden Tozer. 61-ci ildə öz kitabını yazanda müqəddəs olanı tanıyaq kitabında giriş sözünü, kitabın ilk səhifəsində qoyduğu fikir bundan ibarətdir. Allah haqqında düşündüyümüz şey həyatımızı müəyyən edir. Maraqlı bir düşüncədir. Sən Tanrını, Yaradanı, külli ixtiyarı necə tanıyırsansa, onun haqqında hansı biliyə maliksənsə, onun barəsində nə düşünürsənsə, həyatını o müəyyən edir. Maraqlıdır, hə? Orada yəni sözündə qoydum, Allahı necə tanıyırıqsa, elə də yaşayırıq. Müqəddəs kitab bunu bizə öyrədir. Müqəddəs kitab bizi öyrədir ki, Allah bizi canlı və diri ünsiyyətə dəvət edir. Müqəddəs kitab bizə bu həqiqəti açıqlayır ki, bizim ünsiyyətimiz iman vasitəsilə başlayır və davam edir. İman vasitəsilə başlayan ünsiyyət davam edir həyatımızda Allahı seyr edərək, müqəddəs yazılar vasitəsilə Allahı tanıyaraq özümüz də dəyişilək. Sadəcə Allah haqqında doğru, düzgün, vacib olan fikirlərə malik deyilik. Sadəcə Allahı tanıyan, Allaha dualar etdikdə əminliklə cavabını gözləyənlər təkcə deyilik. Allahı tanıdığımıza görə özümüz də dəyişilməyə başlayırıq. Nə baş verir? Adət etdiyimiz pis vərdişlərdən azad olmağa başlayırıq. Bilirsiniz necə azad olmağa başlayırıq? Əlimizi pis vərdişlərdən çəkərək. Biz əlimizi oradan çəkirik. İçki düşkünlüyündən, siqaret asılacağından, gizli heç kim görmədiyi telefonumuz vasitəsilə çılpaq şəkilləri seyr etməkdən əlimizi çəkmiş oluruq. Bu bizim azadlığımızı təmin edir. Haçan biz Allahı tanıyıram dedikdə, müqəddəs kitab vasitəsilə Allahı hər gün, hər üzləşdiyimiz vəziyyətdə özümüzə kəşf elədiyimiz zamanda özümüz də dəyişilməyə başlayırıq. Çünki var olanı tanımış oluruq. Və var olanı tanıdığımıza görə bizim tərzimiz dəyişməyə başlayır. Yavaş-yavaş tərzimiz dəyişilir və digərləri ilə münasibətdə biz dəyişilirik. Müqəddəs kitabda öyrəndiyim və ən xoşuma gəldiyi hissələrdən də biri bundadır ki, Allah bizi daxilən təmizləməyə başlayır. Bir çox insanlar düşdüyü mühiti dəyişdirməyə çalışır ki, həyatı yaxşı olsun. Əgər biz daxilən dəyişilməsək,
Əgər hələ də daxilimizdə, hələ də o pis, çirkin düşüncələri yaşadırıqsa, biz haraya da getsək, oranı zibilləyəcək. Oranı da pisləyəcək. Çünki bizim daxilimiz dəyişilməlidir. Ona görə müqəddəs kitab bizi çağırış verir və bu çağırış sadəcə təklif deyil. Ruhən və əqlən yeniləşin müqəddəs kitab bizə deyir. Dəyişin. Allahı tanıdıqca, onun həyatında gördüyü yaxşı işləri gördükcə özün də yenilənməyə başla. Və necə yenilənirik? Digərlərinə alçaldıcı sözlərdən istifadə etməyərək. Sancan, sataşan sözlərdən istifadə etməyərək. Allahı tanıyıram. Allahı tanıyanlar Məsih İsa vasitəsilə onun yer üzündə olduğu müddət ərzində göstərdiyi nümunəyə özlərini uyğunlaşdırmağa başlayırlar. Biz belə yaşamağı öyrənirik. Biz Məsihin tərzini öz tərzimiz olaraq qəbul edirik. İsa'nın ətrafında olan insanlara göstərdiyi münasibəti biz mənimsəyirik ki, ətrafımızda olan insanlara eyni münasibət göstərək. Ona görə şit zarafatlardan uzaq dururuq. İnsanlardan sui istifadə etmək istəmirik. Çünki bu bizə yaraşan tərz deyil. Aldadan və ya yalan danışmaqdan özümüzü uzaq saxlayırıq. Söyüş, söyənlər deyilik. Lovğa, özündən razı, digərlərini öz gözündə alçaldan insanlar da olmaq istəmirik. Çünki bu bizə, Məsih isə iman edənlərə yaraşan deyil. Baxırsan, sadədir. Sadədir. Və mən deyərdim ki, bütün güc bu sadəlikdədir. Başqalarına qarşı münasibətlərə diqqət edir. Nə qədər insan Allah haqqında danışdıqda, xüsusilə də müqəddəs kitab vasitəsilə Allahın bizə olan münasibətini gördükdə, ucadan gözəl sözlər ilə, gözəl təriflər yağdıraraq Allahı izzətləndirir və Allahın möhtəşəm işləri barəsində danışır. Biz Allahı seyr etdikdə digərlərinə hansı münasibət bəsləyirəm? Allahı gördükdə və mən Allahı tanıyıram dediyim zaman ətrafımda olan insanlarla necə münasibət qururam? Bəziləri fikirləşir, bu o qədər də əhəmiyyətli deyil. Mən sizə deyərdim, aldanırsınız. Çox vacibdir və çox dəyərlidir. Ətrafında olan insanlara bəslədiyin münasibət çox önəmlidir və çox vacibdir. Xatırlayırsınız İsa'nın bizə öyrətdiyi sözlər. Necə istəyirsən səni rəftar etsinlər? Necə istəyirsən səni rəftar etsinlər? Eyni cür sən rəftar et. Necə istəyirsən Allah səninlə münasibət qursun? İnsanlarla eyni tərzdə münasibət qurmağa can at. Və mən deyirəm, bu mövzuda danışdıqda biz halal insan olmağa can atırıq. Nəinki dükana girib halal məhsul seçməyə, özümüz halal, doğru, düzgün işlər görərək doğru münasibət quran insanlar olmaq istəyirik. İstəyərdim bu cümləni oxuyaq və bu cümlə barəsində düşünək. Çünki həyat dəyərlərini dəyişmiş olduq. Səmavi padşahlığı özümüzə həyatımızın nailiyyəti olduğunu və ən yüksək mükafat olduğunu qəbul etdiyimizə görə səmavi padşahlığın dəyərlərinə əsas həyatımızı yaşamağa can atırıq. Bu cümlə aydın idi. Çünki bizim həyatımız üçün biz səmavi padşahlığı ən üstün dəyər saymağa başladıq. Bizim üçün ən yüksək mükafat Allahın padşahlığı oldu. Allahın padşahlığına nail olduğumuza görə də o padşahlıqda hökm sürən qanunları özümüz üçün rəhbər tuturuq. Əgər biz səmavi padşahlıq mənə irs olaraq verildi deyərək sevinirik və Məsihin təkrar gəlişini həvəslə gözləyirik, amma o padşahlıqda hökm sürən münasibətləri yaşatmırıqsa, özümüzü aldatmış olacağıq və bir gün ayılacağıq ki, biz heç də gözləmirik onun gəlişini. Başımız gündəlik məsələlərə, gündəlik ehtiyaclara, hər bir şey qarışıb. Artıq gözləmirik. Müqəddəs kitab bizə bunu deyir. Sən səmavi padşahlığın sakinisən. Yüksək düşünən insan ol. Yüksək düşünən insan ol. Kiçik düşünən olma.
əldə etmək, qazanmaq, nail olmaq ürəyini Allah qarşısına saxlaşdır. Qoy sənin ürəyində Allah yer almış olsun. Nə qədər İsa öyrədir və başa salır. Xatırlayırsınız, İsa deyir, iki ağaya qulluq eləyə bilməyəcəksən. Bu mümkün olmayacaq. Həm səmavi padşahlığı özün üçün arzulanan bir mükafat tutursan və eyni zamanda da pula pərəstiş edirsən. Qazanca görə hər şey etməyə hazırsan. İsa deyir, bu mümkün olmayacaq. Bu mümkün olmayacaq. Böyük ehtimalla ilə iki belə ağaya qulluq eləməyə əlində amil saxladığına görə özünə Allahın sənə göstərdiyi lütfdən məhrum etmiş olacaqsan. Aldanmayaq. Aldanmayaq, amma ürəyimizi Allaha təslim etdiyimizə görə gəlin haqsızlıqdan uzaq duraraq doğru işlər görmək üçün can ataq. Doğru işlər görmək üçün can ataq. Haram çörəyi evimizə aparmayaq. Övladlarımızın gələcəyini düşünək, bu nə qədər vacibdir. Halal zəhmət ilə işləyək, çalışaq, doğru işlər görərək. Həqiqəti hər zaman söyləyən insanlar olaq. Yalanı özümüzdən ikrah edək. Yalan ilə məsələlərimizi həll etməyək. Doğru danışan insanlar olaq. Aldatmayaq. Heç kimi aldatmayaq. Çünki sonda görəcəyik ki, aldadılmış hələ özümüzük. Özümü aldatmış olacaq. Sizinlə bölüşdüyüm və danışdığım Allahdan öyrəndiyimiz ən vacib və əhəmiyyətli olan şeylərdir. Dəyişilmiş həyat, yenilənmiş həyat. İlk olaraq Allah qarşısında və sonra insanlar qarşısında doğru işlər görmək. Bilirsiniz, dəfələrlə bu sözlərlə rastlaşıram, hansılara ki, məsihçilər istifadə edirlər. Allah mənim ürəyimi görür. Gözəl sözdür, yox? Allah mənim ürəyimi görür. Amma bu sözün arxasında Allah mənim doğru niyyətimi bilir. Siz hətta mənim doğru niyyətimi tanımasınız da. Mən deyirəm, nəyə görə insanlar sənin doğru niyyətini görməsinlər? Nəyə görə münasibətlərdə sən onu yaşada bilmirsən? Nəyə görə fikirləşirsən ki, Allah sənin doğru olduğunu bilir. Qoy insanlar da doğru olduğunu bilsin. Baxın, müqəddəs kitab məhz bunu bizə öyrətmir. Həm Allah, həm insanlar qarşısında rəğbət qazanır. Mən demirəm insanları razı salanlar olaq. Mən deyirəm Allahın sözünə görə yaşayan insanlar olaq. Ən doğru, düzgün dəyərləri mənimsəyərək həyatımız üçün rəhbər tutan insanlar olaq. Məhz bunları həyatımız üçün rəhbər tutduğumuza görə hər insanla da eyni cür davranmağa can atacağıq. Fərq qoymadan. Olduğumuz hər bir yerdə eyni cür davranaraq. Rəbb mənim ağamdır. Dəfələrlə bu sözləri eşidirəm. Hansılarla ki, bu sözlər doğrudan da səslənir gözəl, amma bu sözün arxasında nə mənalar qoyursan? Deyirəm, nə qədər sözlər var ki, istifadə edirik, amma orada 2 ya da 3 mənalar qoyuruq özümüz üçün. Rəbb mənim ağamdır. Bunu Davud Peyğəmbər deyirdi, gözəl sözlərdir. Rəbb mənim ağamdır dediyimə görə mən onun mənə verdiyi tapşırıqları möhkəm tuturam. Onun əmrlərini yerinə yetirirəm. Mənə verdiyi nəsihəti həyatım üçün icra edən insanam. Doğrudanmı Rəbb mənim ağamdır dedikdə mən bu tərzdə yaşamağa can atıram? Və mən arzu edirəm ki, bu sözlərdən istifadə etdikdə o sözlərin nə qədər ciddi olduğunu qəbul edək. Rəbb mənim ağamdır, sənin qanunundan çıxmayacaq. Rəbb mənim ağamdır, mənim ürəyimi görəndir. Ona görə də bütün işlərimi doğru edəcəm. Suallar verəndə o sualları cavablandıracağam. Biz öyrənirik Allahla bərabər ömür yaşamağa və biz Allahla bərabər yaşadığımıza görə əqlən və ruhən yenilənirik. İstəyərdim bir cümləni sizin diqqətinizə gətirim. Allah bizdən dini fəaliyyət istəmir. Dəyişilmiş ürək və ona həsr olunmuş həyat istəyir. Maraqlıdır, yox? Allah bizdən sadəcə onun naminə görə biləcəyimiz işləri istəmir. İstəyirəm sizin diqqətinizi daha vacib və əhəmiyyətli olan sözlərdə saxlayım. Allah bizdən istədiyi budur. Ürəyimiz dəyişilsin. Həyatımızı ona həsr etməyi bacaraq. Bu bizim Allaha etdiyimiz ibadətə gözəllik, bəzək verəndir. Əgər ürəkdə Allahı, ürəyimizin dərinliyində Allahı şərəfləndirmiriksə,
Əgər ürəyimizdə Allaha ehtiram etmiriksə, bizim etdiyimiz ibadət nə qədər gözəl görsənsə də, nə qədər şən və belə qulağa xoş görsənən, gözə xoş görsənən olsa da, əhəmiyyətsiz və mənasız qalır. Allahın istədiyi budur. Xatırladınız, dəfələrlə bağlı danışıram. Allah istəyir ki, öz həyatımızda, daxilimizdə ona ehtiram göstərən insanlar olaq. Oxuya bilərsən onları zəhmət etsən. Bu, Allaha yönəlmiş daxili ehtiramdır. Bu, ictimai nümayişdən uzaq, dərin və səmimi bir hörmət formasıdır. Qəlbdə yer alan etibardır. Allahın və onun vədlərinin dəyişilməzliyinə tam güvənməkdir. Sədaqətli həyat tərzidir. İman yalnız inancda deyil, gündəlik həyat seçimlərində özünü göstərməlidir. Kəlam qarşısında təslimiyyətdir. Allahın sözü qarşısında könüllü itayət və həyatını ona uyğunlaşdırmaq. Bu, tövbəkar ürəyə sahib olmaqdır. Bu cümlələr aydın səslənir. Allahın bizdən istədiyi budur. Allahın bizdən istədiyi ilk əvvəl onun naminə etdiyim iş bunlardır. Onun qarşısında təslim olmağımızdır. Ya Rəbb, mənim deyil, qoy sənin iradən mənim həyatımda olsun. Öz arzularımın dalsı ilə gedən olmayacam. Sənin arzularını özüm üçün rəhbər tutacam. Bu nə qədər həyata güclü təsir edən sözlərdir. Sədaqətli həyat tərzi. Hər bir işimizdə biz Allaha sadiq qalmağa düşünürük və bunun üçün də işlərimizi elə görürük. Və tək Allaha sadiq qalmağımız barəsində düşünmürük. Ətrafımızda olan insanlara da sədaqətli olmaq barəsində düşünürük. Ailə üzvlərimizə, həyat yoldaşlarımıza, övladlarımıza, valideynlərimizə, dostlarımıza, cəmiyyət üzvlərimizə sədaqətli olmaq. Nə qədər vacib olan bu sözlərdir. Nə qədər insanlar bu sözlərdən istifadə etsə də, bu sözlərin əhəmiyyətini unutmuş olurlar. Bunlar isə bizim həyatımız üçün vacibdir. Qəlbdə, ürəkdə Allaha etibar edən, Allaha sığınan insanlar olaq. Hansısa bir vəziyyətdən vəziyyətə görə dəyişilən deyil. Hər bir vəziyyətdə Allaha güvənən insanlar olaq. Bu səhər sizinlə bölüşdüyüm əslində İsa Məsihin bir ilahiyyatçı müəllimlə danışdığındandır. Əgər xatırlayırsa, Yahyanın müjdəsi 3-cü fəsil, 3-cü ayədə. İsa Nikodemə bu sözləri deyir. İsa ona cavab verdi. Doğrusunu sənə deyirəm. Bir kəs yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz. Bu səhər sizinlə bölüşdüyüm bu ayənin üzərində idi. Sadəcə biraz fərqli ayəni sona saxladım ki, əsas məsələ budur. İsa danışanda din xadimi ilə, o din xadimi İsa'nın yanına yaxınlaşır, ömür yaşamış insan və deyir ki, mən necə Allahın padşahlığını miras ala bilərəm. Onun narahat eləyən məsələlər idi. O isə deyir, əgər bir kəs yenidən doğulmasa, o padşahlığa girə bilməyəcək. Yenidən doğulma imanla başlayır və bütün həyatımızı əhatə edərək devam edir. Və biz sizinlə bölüşdüyüm məhz bu mövzuya aid olandır. Yenidən doğulma. Ancaq Allaha iman etmək deyil. İman etdiyimizə görə də onun qarşısına sədaqətli ömür yaşamaqdır. Allaha ürəkdən ehtiram etməkdir. Ona tamamilə təslim olub, onun qarşısında ömrünü yaşamaqdır. Məhz bu səbəbə görə də müqəddəs kitabda İsrail xalqının nümunəsini verir bizə. İsrail xalqı Allahın böyük bir lütfünə Musa peyğəmbərin dövründə nail oldu. Onlar qul idilər, azadlığa çıxdılar. Azadlığa çıxdıqları zaman Allah onlara xatırladı İbrahimə, İsaka, Yaquba verdiyi vədə və bu vədin varisləri olduqları onların yadda saldı. Və bu vədə görə onlar Allahın oğulları və qızları olduqlarını onlara xatırladı. Müqəddəs kitab bizə eyni sözləri deyir. Biz də onlar kimi günahın əsarəti altında heç bunu düşünmürdük. Günah o qədər bizə nüfuz etmişdir ki, biz günah içində yaşayırdıq. Məsih isə bizi azad etdi. Məsih isə çarmıxda axıtdığı qan ilə bizi günahdan
və günahın nəticəsindən, lənətdən və ölümdən azad etdi. Biz azadıq. Və bizi azad edənlərə də maraqlı bir nəsihət verir. Hansı ki, İbranilər məktubu 4-cü fəsil 2-ci ayədə qeyd edilir. Çünki Misirdən çıxanlar kimi biz də müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi. Çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar. Nə ibrət verir bizə bu ayə? Nə öyrənə bilərik bu ayədən? Sadəcə müqəddəs kitabda olan 10 minlərlə ayədən biri deyil. Bizim üçün qorunan, bizim faydamız üçün verilən ayədir. İbrani xalqının nümunəsini bizə verir. Onlar kəlamı eşitdilər. Necə bu günləri biz eşidirik. Müqəddəs kitabı oxuyanda, bir yerdə toplaşanda Allahın sözünü eşidirik. Amma deyir, onlara fayda vermədi. Onların həyatına dəyişiklik gətirən, onların həyatına rifah gətirən, onların həyatını dəyişdirmək üçün verilən söz onlar üçün faydasız qaldılar. Niyə onlar üçün faydasız qaldı? Çünki eşitdiklərini yaşatmaq istəmədilər. Eşitdiklərini yaşatmaq istəmədilər. Öz arzularını Allahın iradəsindən daha üstün tutdular. Müvəqqəti hansısa nailiyyəti əldə etməyi Allahın əbədiyyətə qədər verən vədlərindən daha şirin bildilər. Biz onların səhvini təkrar etməyəcəyik. Amin. Biz onların səhvlərini təkrar etməyəcəyik. Biz onların səhvini təkrar etməyəcəyik. Biz Allahdan eşitdiyimizi ürəyimizdə imanla əridəcəyik. Biz ürəyimizdə o sözləri saxlayacağıq ki, o sözlərə görə də ömür yaşayan insanlar olaq. Sadəcə dildə mən Məsihə iman etdim sözü ilə kifayətlənməyəcəyik. Məsihi yaşadacağıq öz ürəyimizdə və ətrafımızda olan insanlarla münasibətlərdə. Bir qısa, sonda bir nümunə getirmək istəyərdim sizə müqəddəs kitabda, hansı ki mənim üçün çox dəyərli nümunələrdən biridir və bu Lukanın müjdəsi 19-cu fəsil 8-ci ayədə yazılıb. Haçan İsa Yerixondan keçir və Yerixondan keçəndə Zakkay adlı bir vergi yığanla görüşür. Və həmin o Zakkay, bu mövzu haqqında çox danışılır, çox vəzlər və çox belə söhbətlər olur bu məsələ ilə bağlı. Amma bütün bu məsələdə mən 8-ci ayəni vurğulamaq istəyərdim. Nəyə görə? Çünki adətən biz danışırıq, bizə qarşı edilən pisliyi biz bağışlayaq. Əgər kimsə bizə haqsız davrandı, əgər kimsə bizə pislik elədi, biz onları bağışlayaq. Amma gəl ədalətli olaq. Bəzən biz özümüzdə kiməsə qarşı doğru davranmırıq və kiməsə də qarşı pislik etmiş oluruq. Zakkayın nümunəsi bizə nə öyrədir? Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona 4 qat qaytaracağam. Ciddidir, yox? Biz adətən fərqli danışırıq. Biz bağışlayaq, biz mərhəmət edək. Yox, əgər sən kiməsə qarşı pislik etmisənsə, əgər sən kiminsə haqqını yemisənsə, əgər kiməsə qarşı doğru olmayan söhbəti yaymısansa, əgər kiməsə qarşı həqarət etmisənsə, Zakkay ayağa qalxır, İsa'dan eşitdiyi o xoş, ona ruh verən və ümid verən sözlərin qarşısında belə deyir: Ya Rəbb, sən mənim evimə gəldin, sən mənim evimdəsən, sənə iman edirəm, haqsızlıq etmişəm. Haqsızlığımın qarşısında mən demirəm ki, bundan sonra haqsızlıq etməyəcəm. Mən deyirəm, kimə qarşı haqsız olmuşamsa, gedəcəm onun əvəzini 4 qat qaytaracam. Bununla bizə nümunə verir. Mən deyirəm, nə qədər də biz həyatımızı özümüzü aldadaraq asanlaşdırırıq. Ya Rəbb, bildiyim və bilmədiyim günahları mənə bağışla. Deyirəm, yox əzizlərim, belə olmamalıdır. Sən bilmədin, kimsə qəlbini qırdın. Belə asanlıqla insan qəlbi qıran insan oldun. Asanlıqla başqasının haqqını yeyib başqasına qarşı pislik edən oldun ki, onun fərqində olmadın. Bu qədər əhəmiyyətsiz oldu bu məsələlər. Diqqətli olaq. Çünki biz öz aqibətimizdən, öz taleyimizdən danışırıq.
Müqəddəs kitab aydın şəkildə bizə xəbərdarlıq edir. İnsan əkdiyini biçir. Bu qaçılmaz həqiqətdir. Allahın, mənim ağam dediyimiz Rəbbin bizə verdiyi sözdür. Yaxşı şeylər əkək. Əgər kiməsə qarşı pislik eləmişiksə, gedib demək məni bağışla, insana xəcalət gətirmir. Məni bağışla demək sözü insanı kiçiltmir. Mən deyirəm, bu sənin böyülüyündür. Səhvini boynuna alıb etiraf etmək. Mən doğru deyildim. Mən işimi doğru görmədim. Sənin gözlədiyin kimi olmadı. Məni bağışla. Və mən deyirəm ki, böyülüyünüzü heç kimə verməyin. Bu söz necə səslənir? Böyülüyünüzü heç kimə verməyin. Qoy mənim ayağıma gəlsin. O, biz Azərbaycanda necə xoşlayırıq bu sözləri. Qoy mənim ayağıma gəlsin. Mən ayağına gedim. Bu hərəkətim mənim böyülüyümdən xəbər verir. Çünki mən Rəbbimi ağam dediyim halda ağamın mənə öyrətdiyinə görə yaşayıram. Gəlin bu nümunələri özümüzə götürək. Bu nümunələr bizim üçün sadəcə bir seçə biləcəyimiz variantlardan biri deyil. Bilirsiniz? Bu bizim həyatımızdır. Bu bizim həyatımızdır. Və biz bu nümunələrə uyğun olaraq ömür yaşamağa öyrənirik. Gələn həftədən biz Pasxa bayramını qeyd edəcəyik və gələn həftə və ondan növbəti həftə bir çox icmalarda həm İsa Məsihin ölülər arasına dirilməyi qeyd ediləcək. Amma mən deyirəm ki, bu gün təqvimimizin ancaq bir günü olmamalıdır. Bu günü biz hər gün yaşamalıyıq. Bu bizim ömrümüzün axırına qədər hər gün yaşadığımız bir bayramdır. Məsih mənim günahlarıma görə, mənim təqsirlərimə görə özünü qurban verdi. Və həmin o qurbanlığı biz hər gün yaşayırıq. Rəbb İsa məni ölümdən satın aldı. Artıq mən günaha borclu deyiləm. Artıq ölüm mənim üçün qorxunc deyil. Artıq mən bilirəm ki, əbədi həyatı Məsih İsa mənə irs olaraq verdi. Əbədi həyata malik olan insanlar kimi ömrümüzü yaşayaq. Bu bizim həyatımızın amalı olsun. Buna görə can atan insanlar olaq. Və sonda istəyərdim İbranilər məktubundan baxaq. Çox dəyərli sözlərdir və sonuncu ayələri belə qırmızı qoydum ki, bütün Allahın bizim həyatımızda gördüyü yaxşı işlərə bizim cavabımız qırmızı yazdıqlarımdan ibarətdir. Beləliklə, ey qardaşlar, İsa'nın qanı sayəsində ən müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən, yəni öz cismindən keçən yeni və canlı bir yol açmışdır. Həm də o, Allahın evi üçün cavabdeh olan böyük bir kahinimizdir. Bəlkə növbəti ayələr keçməyəndə burada dayanaq. Baxın, bizim üçün Allah nəyi verdi? Yazılıb ki, İsa sayəsində, Məsih İsa'nın sayəsində ən müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. Bizə ixtiyar verilir. Bilirsiniz, Musa Peyğəmbərin dövründə bütün xalqa deyil, ancaq baş kahinə ildə bir dəfə ora girmək ixtiyarı verilmişdi. Ancaq bir şəxs, ancaq ildə bir dəfə ora girmək ixtiyarı verilirdi. Bizim üçünsə yazılıb, biz orada hər günük. Biz orada hər günük. Hər gün Allah ilə canlı və diri ünsiyyətə malikik. Biz Ya Rəbb dedikdə bütün göylər diqqəti duana yönəldir. Dilə, sənə veriləcək. Nə qədər Allah bizə yaxındır. O bizi pərdədən, yəni öz cismindən keçərək yeni və canlı bir yol açmışdır. Maraqlıdır. Heç ağlımıza da getirməzdik ki, Allah bizə bu qədər yaxın ola bilər. O qədər yaxındır ki, dilimizin ucuna qədər. Deyirik, o eşidir və bizə cavab verir. Ona görə Rəbbə müraciətinizi ləngitməyin. Gözləməyin günün sonunda dua edərəm. Gözləməyin, dua həyatı yaşayın. Hər bir vəziyyətdə nə ilə üzləşirsinizsə, mən dua edəcəm. Dua edəndə də özünüzü hazırlayın, cavab alacağam. Sadəcə ürəyimi boşaldacağım deyil.
Sadəcə ürəyimdə olanı Allaha deyəcəm deyil. Ürəyimi açıq saxlayacağam. Qulaqlarımı açıq saxlayacağam ki, Allah mənə danışanda ürəyimdə o sözləri qəbul edib saxlayım. Yazılıb ki, bundan əlavə olaraq İsa Məsih bizim böyük bir baş kahinimizdir. Bizə görə vəsatət edəndir. Bizim təəssübümüzü çəkəndir. Bizim həyatımıza lazım olan hər bir şey ilə bizi təmin edən Allahımızdır. Allahın bizə göstərdiyi bu və bundan da daha artıq, bundan da daha böyük, bundan da daha da çox xeyir-dualar qarşısında biz belə cavab veririk. Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə səmimi qəlblə Allaha yaxınlaşaq. Biz deyirik amin. Allaha səmimi yaxınlaşaq. Xatırlısınız, dəfələrlə mən bu sözləri sizə deyirəm və bu sözləri hər dəfə də özümə xatırlayıram. Allaha mənim ona dediyim dualarımda gözəl sözlər, nə qədər o sözlər gözəl və qəşəng səslənsə də o qədər də vacib deyil. Bilirsiniz vacib nədir? Səmimi. Səmimi danışım onunla. Nə varsa açıq olum onunla. Heç nə gizlətməyim ondan, özüm də gizlənməyim ondan. Tamamilə şəffaf olum qarşısında. Onsuz da biz şuur altı bilirik. Allah üçün biz açığıq. Onun qarşısında sanki bir çılpağıq. O hər şeydən xəbəri var. Amma bəzən nə üçünsə, nəyisə ondan gizlətməyə çalışırıq. Kimi aldadırıq? Ancaq özümüzü. Özümüzü aldatmayaq. Səmimi qəlblə Allaha yaxınlaşan olaq. Ürəyimizi pis vicdandan paklaşdıraq. Əlimizi çəkək pis vərdişlərdən. Danışığımızda istifadə etdiyimiz sözlərə diqqət yetirək ki, bizim sözlər insanı yaralayaraq 7 qatından keçən olmasın. Əksinə, insanlara ilham verən, ruhlandıran, qol qanad açan sözlər olsun. Əgər insanı ruhlandırıcı sözlər deməyi bacarmırsınızsa, söz deməkdən sus. Nəinki söz deyib onun 7 qatından keçəsən. Amma biz yaxşı sözləri eşitməyi xoşlayırıq, yox? Biz xoşlayırıq yaxşı sözləri eşitməyə. Və biz adətən nə edirik? Yaxşı sözlər, ruhlandırıcı sözlər deyən və yaxud da ki, aramızda dua edən insanlara özümüz can atırıq. Yox, onların yanında olaq. Çünki bilirik ki, ehtiyacımızı eşidəndə biganə qalmayacaq. Yox, o eşidəcək və özü bizim üçün dua eləyəcək. Və ayrılandan sonra bizdə bir əminlik özümüzlə daşıyırıq. Çünki o insanda etibar gördük. Ehtiyacımı onunla bölüşəndə o mənim üçün mütləq dua eləyəcək. Xüsusilə də o adam deyəndə, bacı ya da qardaş, mən sənin üçün dua eləyəcəm. Həmin o əminliyi özümüzlə daşıyırıq ki, mənim üçün təəssüb çəkən var. Mənim üçün dua edən var. Mənim həyatıma biganə yanaşmayan insan var. Elə insanlar var ki, hansı ki görəndə qucaqlamaq istəyirsən. Yox, hansına ürəyini boşaltmaq istəyirsən. Hansının hər bir dilindən çıxan bir söz ürəyini bir məlhəm olur. Əzizlərim, mən deyirəm, biz elə insan oluq. Sən elə insan ol. Ətrafında olan insanlar üçün duaçı ol. Ətrafında olan insanlar üçün bir sipər ol. Həyatında üzləşdiklərini qoy asanlıqla sənə bölüşərək etibar etməyi bacarsan. O etibarı da doğrult. O səni görməyəndə, onun üçün dua edəndə. Onu görəndə, bağrına basıb qucaqlayanda nə qədər buna ehtiyac var. İndiki müasir dövrdə insanlar o qədər bir-birlərindən uzaqlaşıblar ki, hətta qapı qonşular bir-birlərini tanımırlar. Biz isə o qaynana kinosunda olduğu kimi yad idik, qohum olduq. Bizi qohum edən isə Məsih oldu. Məsih bizi bir-birimizə yaxın edən, bir-birimizə bacı-qardaş edən, bir-birimizə əziz edən olduğuna görə gəlin bir-birimizə münasibətimizi də elə tutaq. Bugünə bölüşmək istədiyim bu qədər idi.